Sizə soruşur ki, təsvirdəki adi qrafın qonşuluq matrisində olan sıfırların sayını müəyyən edin. Baxın, sıfırların sayını tapmaq üçün ümumiyyətlə, tutaq ki, əgər qrafda 3 dənə təpə olsa, deyək ki, A, B, C. Normalda necə olur? C. Bu cədvəlin olur bizdə neçə dənə xanası? 3 belə, 3 belə, 9 dənə xanası. Yəni, təpələrin sayının kvadratı qədər xana olur. Mən nə edəcəm? Bax, burada təpələri sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. 16'nın kvadratı 256 eləyir. Yəni 256 dənə nə var burada? 0 və 1 var. Ümumi sıfırların və birlərin sayı. Ümumi say. Sonra birlərin sayını tapmaq olar. Birlərin sayını tapmaq üçün da burada gördüyümüz tillərin sayı 2'yə vurmaq kifayətdir. Məsələn, bax, sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 dənə var. 20'ni 2'ye vururam, 40. Bu bizdə birlərin sayı. İndi əgər mən sıfırların sayını tapmaq istəyirəmsə, ümumi saydan birlərin sayını çıxmağım kifayət olacaq. Əgər səhv eləməmişəmsə, bax, bir də sayaq birlərin sayını tapmaq üçün. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21. 21'i vururam 2'ye, eləyir 42. 42 dənə birimiz var, ümumi sayda 256 dənədir. Onda 256'dan 42'sini çıxacam. 214 dənə nə var? 0 var.